Salam değerli izləyicilər, hər vaxtınız xeyirli olsun. Mövzumuz statika, blok və mali müstəvi. Demək birinci, çəmbəri üzərində nov olan və oxa nəzərən fırlana bilən çarxımız blok adlanır. Deməli, bloklarımız iki cür blok var, tərpənən blok və tərpənməz blok. İlk öncə baxaq biz tərpənməz bloka. Tərpənməz blok deməli mərkəzi orta hissəsindən iplə asılır. Tərpənməz bloka biz birinci növ link kimi baxa bilərik. Fikir versəz, burada yük asılan hissədən O nöqtəsinə qədər məsafə, məsələn, P cismin çəkisinin, yəni qolu R olacaq. O bir tərəfdən F təsir edir, onun da qolu digər tərəfdən olan R olacaq. Onda linkin tarazlıq şəraitini əgər mən bura tətbiq edirəm, eləsəm, F vurulsun R, P vurulsun R, R-lərimiz ixtisar gedəcək. R-lərimiz ixtisar gedəcək, F P bərabər olacaq F-ə. P-imiz də MC olduğuna görə F bərabər olacaq MC-yə. Bu nəyə göstərir? Bunu göstərir ki, tərpənməz blok qüvvədə qazanc vermir, ancaq qüvvənin istiqamətini dəyişməyə imkan verir. Qüvvədə qazanc vermədiyinə görə məsafədə də heç bir itkisi yoxdur. Yəni, yükümüz nə qədər yuxarı qalxarsa, ipimiz də o qədər aşağı inəcək. Yükün sürəti nədirsə, ipin sürəti də eyni şəkildə olacaq. İpin təcili nədirsə, yükün təcili də eyni şəkildə olacaq. İndi biz burada bir məsələyə baxaq. Tərpənməz blokdan asılmış bir cisim verib, cismə deyək 3 fərqli şəkildə qüvvə tətbiq olunarsa, bu qüvvələri müqayisə edin. Əlbəttə ki, hər 3 halda da cismə təsir edən qüvvələr eyni olacaq və hər biri F1, Fc bərabər, o da Fc bərabər, o da MC ilə təyin olunacaq. Qüvvənin hansı bucağı altında təsir etməsinin bir önəmi yoxdur. Dediyimiz kimi qüvvədə qazanc vermir çünki. İkinci bir misala baxaq. Deyək ki, ipin yükə nəzərən sürətini təyin edin. İndi mən bilirəm ki, burada F qüvvəsinin tətbiqi nəticəsində bizim ipimiz aşağı doğru hərəkət edir. Yükümüz isə yuxarı doğru qalxacaq. Bunlar bir-birinin əksinə olduğuna görə yükün ipə nəzərən sürəti və yaxud da ipin yükə nəzərən sürəti əks istiqamətdə olduğuna görə V yük üstəcə V ip. Və biraz əvvəl də yazdıq ki, bunların qiymətləri bir-birinə bərabərdirlər. Onda olacaq V yük üstəcəl V yük. Yəni eləyəcək 2 V yük və yaxud da ki 2 V ip olacaq. İkinci gəldik tərpənən blok. Tərpənən bloka biz baxanda ona ikinci növ link kimi baxa bilərik. Tərpənən blok kənar nöqtəsindən asılmış olur. P-nin qolu R götürsək, əgər oradan ağırlıq qüvvəsi təsir edir, o ipə gərilmə verir, cismin çəkisi yaranır. R olsa, F3-ündə biz əgər qolu 2R yazsaq, onda nə olacaq? F vurulsun 2R bərabər olmalıdır. P vurulsun R-ə. 2F-imiz P-nin də əvəzinə MC yazanda MC olacaq. F-də tapanda demək F bərabər olacaq. MC bölünsün 2. Buradan görürük ki, tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. Demək, mexanikanın qızıl qaydasına görə qüvvədə 2 dəfə qazanmışamsa, məsafədə 2 dəfə itirməliyəm. Az qüvvə, çox yol. S ip bərabərdir 2 dənə S yük, V ip bərabərdir 2 V yük, A ip də bərabərdir 2 A yük olacaq. İndi eyni məsələni burada həll edək. Məsələn, ipin yükə nəzərən sürətini gəlin burada tapaq. Deməli, biz cismi qaldırdığımız zaman bizim yükümüz yuxarı qalxır. O zaman ipimiz də yuxarı qalxır. Eyni istiqamətdədirlər bunlar ikisi də. Onda ipin yükə nəzərən sürəti bərabər olacaq V ip çıxılsın V yük. V ipin də əvəzinə 2 V yük yazsaq, 2 V yük çıxılsın V yük. Eləyəcək V yük. Bu da belə. Deməli, tərpənən və tərpənməz blokdan ibarət olan əlaqəli sistemə polis pas deyilir. Deməli, polis paslarda biz cismə təsir edən qüvvəni tapmanın ən yaxşı yolu nədir? Ən yaxşı yolu həmişə ipləri saymaqdır. Baxın, 1, 2. 2 ədəd ipimiz var. 2 ip varsa, demək ki, bu polis pas qüvvədə 2 dəfə qazanc verəcək. 3-cü ipi saymıram, çünki 3-cü ipimiz tərpənməz blokdan gəlir. Deməli, polis pas qüvvədə 2 dəfə qazanc verir. Demək, onda F bərabərdə MC bölü 2 olmalıdır.
Qüvvədə qazancım varsa yolda demək 2 dəfə itirmişəm. Sürətim də 2 dəfə çox olmalıdır. İpin sürəti. İndi ikinci polisbasda. Eyni sistemi gəlin burada eləyək. Qazanc məsələsini. Fikir verin. 1 sayın. Deməli 1 2 3 4 5 artıq buradakı sonuncu ipimiz tərpənməz blok tərpənən blokdan gəlir. Ona görə 10 da sayacağıq. Deməli 1 2 3 4 5 6 dəfə. Deməli bu sistem qüvvədə 6 dəfə qazanc verir. Deməli onda F bərabər olmalıdır. Nəyə? MJ bölünsün 6 olacaq. Demək yolda 6 dəfə itirirəm. Sürət 6 dəfə ipinin sürəti daha çox olacaq. Digər bu sistem isə o sistemlərdən müəyyən qədər fərqlidir. Burada deməli bizim bloklarımız ardıcıl qoşulublar. Bu sistemin qazancını tapanı necə tapırıq? Bunu yaxşı olar ki, ip biz gedək. Deməli F qüvvəsi buradan təsir eləyir. F qüvvəsi tərpənməz blokdan ötürüldüyünə görə buradan da F qüvvəsi təsir eləyəcək. Sonra burada tərpənən blok var deyə qüvvədə 2 dəfə qazanc verdiyinə görə buradakı qüvvə 2 dəfə çox olmalıdır. 2F olacaq. Yenə o özü yenə bir tərpənən blokdan asılıb. Ona görə bu da qüvvədə 2 dəfə qazanc verəcək. Bu eləyəcək 4F. Nəhayət bu 4F olduğuna görə 4F təzədən bir də bura keçdiyi zaman demək eləyəcək tərpənən blok olduğuna görə 8F. Ələxsus deməli görürük ki, MJ 8F-ə bərabərdir. Deməli onda F-imiz MJ bölünsün 8 olacaq. Yəni bu blok artıq qüvvədə 8 dəfə qazanc vermiş olacaq. Məsafədə deməli 8 dəfə itirmiş olacaq. Gəldi növbəti polisbaslara. İndi bu tip polisbasları yenə eləyəndə son halla eləmək lazımdır. Bu F qüvvəsi tərpənməz blokdan keçdiyinə görə buradan təsir edən qüvvə F olacaq. İndi bu əgər F-sə tərpənməz blokun ən yuxarı ipində yaranan gəlmə qüvvəsi iki tərəfin cəminə bərabərdir. Yəni 2F. Tərpənməz buradan keçdiyinə görə bu ipdə yaranan gəlmə qüvvəsi yenə 2F olacaq. Ötürür çünki qüvvəni. Demək görürük ki 3F bərabərdir MJ-yə. Onda F-i tapanda olacaq MJ bölünsün 3. Sistem qüvvədə 3 dəfə qazanc verir. Yolda 3 dəfə itirir. Sürət 3 dəfə çoxdur ipin sürəti. Gəldi bu bir sistemdə. Bu sistemdə qazancı tapanda yenə aradakı ipləri saymaq lazımdır. 1, 2. 2 dənə ip varsa deməli nədir? Qüvvədə 2 dəfə qazanc var. F-imiz MJ bölü 2-dir. Digərləri də eyni şəkildə gedir. Gəldi növbəti sistemdə, polisbas sistemində. Yenə aradakı ipləri saymaq əlverişlidir. 1, 2, 3, 4 dənə. Deməli, bu sistem qüvvədə 4 dəfə qazanc verəcək. Yəni, F bərabərdir MJ bölünsün 4 olacaq. Növbəti bir sistemə baxaq. Burada yenə gəlin baxaq. Bu sistemdə qazancımız 1, 2, 3 dəfə qazanc verir. Deməli, 3 dəfə qazanc verirsəm, üzrlü sayın. Deməli, onda F MJ böl 3 olacaq. Digər sistemə baxarıq. Qazancını 1, 2, 3. Aha, bunu da seçdim. Niyə? Çünki artıq bu tərpənəndən gəlir. Ona görə bu sistemdə qüvvədə 3 dəfə qazanc verir. Yəni F-imiz yenə MJ bölünsün 3 olacaq. Növbəti bizim sadə mexanizmimiz mail müstəvidir. Mail müstəvidə biz mail müstəvi hündürlüyünü H-la, uzunluğunu L-lə işarə eləyəcəyik. Bir dənə bucağın sinusunu yazsaq, sinus alfamız olacaq. Deməli, H bölünsün L kimi təyin olunacaq. Biz baxdığımız halda deyirik ki, mail müstəvidə sürtünmə qüvvəsinin təsiri nəzərə alınıram. Sürtünmə qüvvəsi 0-dır və cismi mail müstəvi üzrə bərabər sürətlə qaldırıram. Yəni V konstant da əvəzləyici 0-dır. Onda cismi mail müstəvi üzrə qaldıranda F qüvvəsi bizim F paralel toplamına bərabər olmalıdır. O da MJ sinus alfa ilə təyin olunacaq. Sinus alfanın ifadəsini yerinə yazanda F bərabərdir MJ vurulsun H bölü L. İndi buradan nə edəcək? L bölünsün H, MJ bölünsün F yaza bilərəm. Niyə? Bu mənə lazım olacaq.
Mal müstəviyin qazancı mal müstəviyin uzunluğunun hündürlüyünə olan nisbəti ilə ölçülür. Və yaxud da ki 1 bölünsün sinus alfa ilə təyin olunur. Eyni zamanda 1 bölü sinus alfanın yerinə və yaxud da L bölünsün H-ın yerinə mən mc bölünsün F də yaza bilərəm. Amma mal müstəviyin qazancı nə deməli L-dən düz asılıdır, H-dan tərs asılıdır, sinus alfadan asılıdır, tərs mütənasib. K nə M-dən, nə də F-dən asılı deyil. Çünki biz deyirik ki, mal müstəvinin qazancı. M nədir? Mal müstəvinin üzərində olan cisim. F nədir? Həmən o cismə təsir edən qüvvə. Bunlar mal müstəvi ilə əlaqəli deyillər. Ona görə mal müstəvinin qazancı bunların heç birindən asılı deyil. Əgər bizdə tərpənən və tərpənməz blokdan ibarət olan əlaqəli bir sistem verilərsə, onda sistemin qazancını tapmaq üçün necə hesablayarıq? İndi birinci növbədə biz bilirik ki, bizim burada tərpənən blokumuz var. Blok qüvvədə 2 dəfə qazanc verir. İkinci olaraq lincin qazancını tapıram. Lincin qazancı onun qollarının nisbətidir. Məsələn, D2 bölünsün D1. Lincin uzun qolu buradan bura qədər olan məsafədir. Yəni 2, 4, 6-dır. Lincin qısa qolu isə qüvvənin tətbiq olunduğu yerdən 2 olacaq. Deməli, 6 bölünsün 2. Elədir 3. Əgər 2 ardıcıl sistemi varsa, ümumi qazanc hesablananda hər birinin qazancı bir-birinə vurulur. Blokun qazancı vurulsun lincin qazancı. Yəni 2 vurulsun 3, bu elədir 6. Əgər 6 dəfə qazanc verilirsə, onda F bizdə bərabərdir mc böl 6 kimi hesablanır. Və yaxud da ki, heç ona ehtiyac yoxdur. Necə hesablaya bilərik? Məsələn, belə götürə bilərik. F qüvvəsi təsir edirsə, onda tərpənən blok olduğuna görə buradan 2F qüvvəsi təsirləyəcək. Onda yaza bilərəm ki, 2F lincin tarazlıq şərtinə görə vurulsun 6 bərabərdir mc vur 2. 2-lər ixtisar aparsaq, onda F yenə də bərabər olacaq mc böl 6. Hansı rahat gəlirsə, o üsulla da eləmək olar. Sağ olun. Təşəkkür edirəm. Əgər bəyəndinizsə, yoldaşlarınızla paylaşmağı unutmayın.